Qılıblar onlar azadlığa. Bunlar dünənlərim istintaq dövrünü evdə, yəni çöldə çıxıblar. Mən də bunun üçün hüquq mühafizə orqanlarına müraciət edirəm. Çünki bunlar çıxar-çıxmaz dövlətin adından yalan xarakterli məlumatlar paylaşırlar. Yalan məlumat verirlər məhkəmənin adından, prokurorluq orqanlarının adından, polis mühafizə orqanlarının adından yalan məlumatlar verirlər ki, güya 130 min manat mənə təzminat ödənilib. Mən də buradan dövlətimə müraciət eləmək istəyirəm ki, mənim hansı burada dələduzluq deyil, mənim malıma, mülkümə zərər vurmayıblar. Bunlar mənim şəxsi həyatıma toxunublar, bunlar mənim mənliyimə toxunublar. Dəfələrlə fərqli vaxtlarda məndən pul alıblar, küllü miqdarda. Burada hansı 130 min manatdan söhbət gedə bilər. Və həmçinin də birdən bildirmək istəyirəm ki, özləri yox, başqalarının vasitəsilə xəbər göndərirlər ki, mənə hədə-qorxu xarakterli sözlər göndərirlər, şantaj edirlər. Mən buradan Azərbaycan Respublikasının prezidentimiz İlham Əliyevə müraciət edirəm. Bizim xanımımız Mehriban xanımına müraciət edirəm. Bir ana kimi sizdən müraciət edirəm. Hal-hazırda mənim həyatım təhlükədədir. Mən buradan Baş Prokuror Kamran müəllimə müraciət edirəm. Mən Daxili İşlər Nazirinə müraciət edirəm ki, mənim həyatım və mənim övladım, mən tənha anayam, mənim həyatım və mənim övladımın həyatı təhlükədədir. Bunlar başqa insanlarla mənə hal-hazırda hədə-qorxu sözlərlə bir neçə şəxslərdən eşidirəm ki, yəni bunu başına oynatacağıq, övladının başına oynatacağıq. Bu 3 ay istintaq dövrünü onu elə bir vəziyyətə gətirəcək ki, o it peşman olub gedib ərizəsini geri götürəcək. Mən müraciət edirəm. Ümumiyyətcə, niyə görə bu istintaq dövrü bunlar məni şantaj eləyərək bunlar məcburi saxlanılma olub bunlarda. Bunlar niyə azadlığa buraxılıb istintaq dövrü? Mən tələb eləyirəm, öz haqqımı tələb eləyirəm, dövlətimdən tələb eləyirəm. Mən buradan üz tuturam, yenə deyirəm, dövlətimə... Gülbada xanım, sizə hansı təzyiq formasından istifadə edirlər? Bir neçə şəxslərdən xəbər göndərirlər, mənim oğlumla məni şantaj eləyirlər, mənim özümlə bağlı ki, iş yerimdəki hansı tərəfdə kamerası var, kamerası yoxdur. Belə bir sözlərlə məni şantaj edirlər və bu gün də fakt odur ki, mən çünki yalan danışmıram. Fakt bu sosial şəbəkələrdə bunlar yalan məlumat verir ki, güya mənə 130 min manat pul ödəyiblər. Belə çıxır ki, onda mən bildirmək istəyirəm ki, mən onlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra onlar mənim iş yerimə gələrək Gülbadə Abdullayevadır, Firuzədir və Fatimə Mahmudovadır. Biz çəkirik ki, jurnalist olaraq xalqa cəmaata göstəririk ki,